Moskvada Azərbaycanla Rusiya arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb. Fikir mübadiləsi Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Sergey Dankvert arasında keçirilən görüşdə olub. Azərbaycanın Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması və ixrac proseslərinin sadələşdirilməsi imkanları gündəmə gətirilib. Bundan əlavə qida məhsullarının qablaşdırılması və etiketlənməsi, eyni zamanda heyvan və bitki sağlamlığı sahəsində dövlət nəzarətinin həyata keçirilməsi, sağlam və keyfiyyətli məhsullarla təmin edilməsi istiqamətində tələblərlə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin təcrübə mübadiləsi, heyvanların identifikasiyası, xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı mübarizə, eləcə də pestisidlərin və agrokimyəvi maddələrin dövriyyəsinə nəzarət mexanizmləri diqqət mərkəzində olub. Bizim məhsulların təhlükəsizlik göstəriciləri beynəlxalq standartlara tamamilə uyğundur və bu da bizə imkan verir ki, Azərbaycan kənd təsərrüfatı məhsullarını biz dünyanın 73 ölkəsinə, o cümlədən də Rusiya Federasiyasına ixracını həyata keçirdə bilirik. Bugünkü bizim görüşümüzdə ən vacib məqamlardan biri də mövsümi bizim meyvələrin ixracı zamanı ləngimələrin baş verilməsinin aradan qaldırılmasıdır. Bundan sonra artıq bizim mövsümi tez xarab olan meyvə və bitkiçilik məhsullarımızın daha sürətlə ixracın həyata keçirilməsinə təminat verdilər. Azərbaycan bizə bəzən ölkəmizdə ümumiyyətlə istehsal olunmayan məhsullar ixrac edir. Azərbaycan bizim vaksinlərimizlə maraqlanır. Vaxtilə biz agentliyin diqqətini tərəvəz və meyvə məhsullarında pestisidlərə nəzarətin vacibliyinə yönəltmişdik. Deyə bilərəm ki, bu istiqamətdə də yaxşı nəticələr əldə olunub. Hətta bəzi məsələlərdə Azərbaycan pestisidlərin qeydiyyatı və qadağası sahəsində bizi qabaqlayır. Çünki başqa ölkələrdə qadağan olunan bir çox pestisidlər Azərbaycanda dərhal istifadədən çıxarılıb.